Uşaqlarda 2 yaş sindromu deyilən dövrdə ən çox hansı əlamətlər özünü göstərir? 2 yaş sindromu əslində çox həm inkişaf periodu cəhətdən çox önəmli bir dönəmdir, həm də ki, çox ağır bir dönəmdir deyərdim. Yaşamın ilk ağır krizi deyərdik. Uşaq özü də əslində nəyə uğradığının fərqində deyil və valideyn onu başa düşə bilmir deyə böyük bir kriz yaşanır. Kriz əslində orada valideynin uşağı başa düşməməsindən belə deyək irəli gəlir. Bəli. Çünki uşaq özü də nə istədiyini bilmir. Özünü bir insan kimi, bir fərd kimi kəşf eləməyə başlayır. Özünü ifadə də eləyə bilmir tam nə istədiyini çünki bilmir. Mərkəzinizə müraciət edən valideynlər məlumatlıdırmı bu 2 yaş sindromu belə bir dövr olduğu barədə? Belə deyərdim mən. Adətən, yəni mənə olan müraciətlərdən gedir söhbət. Başqa psixoloqlarda bilmirəm necədir. Adətən müraciət edənlər 2 yaş sindromu haqqında məlumatı olmayanlar olur. Yəni mərkəzə yaxınlaşandan sonra məlumatlı olur ki, 2 yaş sindromu deyə bir şey varmış. 2 yaş sindromundan xəbəri olan valideynlər adətən müraciət eləmirlər bizdə.